Salam, xoş gördük hörmətli tamaşaçılar. Bir sıra xarici ölkələrin qanunvericiliyində mülkiyyət toxunulmaz olduğu kimi, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycanda da mülkiyyətin toxunulmazdır. Məhkəmənin qərarı olmadan heç kəs mülkiyyətdən məhrum edilə bilməz. Hörmətli tamaşaçılar, bugünkü mövzumuzda vətəndaşların mülkiyyət hüquqlarının qorunması haqqında bəhs edəcəyik. Nə düşünürsən verilişinin bugünkü qonaqlarını sizlərə təqdim etmək istərdim. Hüquq elmlər doktoru professor Məhəbbət Dəmirçiyeva. Çox sağ olun, təşəkkür edirəm. Verilişiniz uğurlu olsun. Çox şad oldum sizinlə bir daha görüşməyimə. Çox sağ olun. Azərbaycan Milli Akademiyasının Hüquq İnstitutunun doktorantı Əsmər Mustafayeva. Xoş gəlmişsiniz. Çox sağ olun, təşəkkür edirəm. Hüquq üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin Mülki Kafedrasının dosenti Azad Talıbov. Xoş gəlmişsiniz. Çox sağ olun, təşəkkür edirəm. Əməkdar artist, Akademik Opera Balet Teatrının solisti Elnur Zeynalov.
Gözəl ifanız üçün təşəkkür edirəm. Təşəkkür. Əziz qonaqlar, hər biriniz xoş gəlmişsiniz. Birbaşa mövzuya keçək. Mülkiyyətin toxunulmazlığı nə deməkdir? Təşəkkür edirəm Mehriban xanım. Hər dəfə bizi bu maraqlı oxunub, dinləniləcək və hər kəsin maraq dairəsinə çevrilmiş olan bu verilişinizə dəvət etdiyiniz üçün. Ümumiyyətlə, Azərbaycan Respublikasında mülkiyyətin formasından asılı olmayaraq hər bir mülkiyyət bütün formalarda müdafiə olunurlar. Vətəndaşların mülkiyyəti, dövlətin mülkiyyəti, bələdiyyələrin mülkiyyəti, ümumiyyətlə bir mülkiyyətin o birindən üstünlük hüququ yoxdur. Hər biri eyni qaydada müdafiə edilir. Amma bugün bəzilərimiz üçün, bizlər üçün bir problemli mülkiyyət hüququnun müdafiə forması var. O da vətəndaşların və yaxud hüquqi şəxslərə məxsus olan mülkiyyətdir. Tez-tez rast gəlirik sosial şəbəkələrdə. Məsələn, vətəndaş narazıdır, onun yeri alınır və yaxud da vətəndaş istəmədiyi formada onunla razılaşdırmaya cəhd göstərirlər. Mən buradan üzümü tutub, indi Azad müəllim onu daha yaxşı açıqlama verəcək, vətəndaşlarımıza bildirmək istəyirəm. Heç bir kəs sizin şəxsi mülkiyyətinizdə olan evə daxil olub, sizlə razılaşmadan onu əlinizdən ala bilməz. Bu mümkünsüz bir faktdır. Qanunlar bunu müdafiə edir. Həm konstitusiya səviyyəsində, həm mülki hüquq, həm də bütün hüquq sahələri üzrə. Hətta bir evdə cinayət işi baş versə belə məhkəmənin qərarı olmadan, hal şahidlərinin iştirakı olmadan ora heç kəs daxil ola bilməz. Azad Talıbov, dövlət başçısının çox mənzilli binaların sakinlərinə mülkiyyət hüquqlarının təsdiq edən çıxarışların verilməsinə dair məlum fərmanı böyük sevinclə qarşılanıb. Paytaxt Bakıda bu həllini tapsa da, bir çox regionlarda çıxarışla bağlı vətəndaşları incidirlər. Nədir səbəbi? Problem ondan ibarətdir ki, ümumiyyətlə bizim qanunvericilikdə bir sıra ümumiyyətlə dünya dövlətlərinin qanunvericiliyində olduğu kimi daşınmaz əmlak üzərində mülkiyyət hüququnun tanınması dövlət reyestrində onun qeydiyyatdan keçməsi ilə əsaslandırılır. Ümumiyyətlə daşınmaz mülkiyyətə istənilən obyektlər aid eləmək olar. 135-ci maddə var mülki məcəllədə. Orada deməli başlanılır torpaq sahələrindən, deməli mənzillər, yaşayış sahələri və s. ilə axır. Bütün bu obyektlər üzərində mülkiyyət hüququ onların dövlət reyestrində qeydiyyatdan keçməsi ilə deməli əsaslandırılır. Amma bir məsələ var. Deməli hal-hazırda məlum məsələdir ki, mülkiyyət hüququna əldə edilmə əsaslarından biri də bu çox mənzilli yeni binaların tikilişi ilə əlaqədar deməli gedən proseslərdir. Özdə geniş rezonans almışdır Respublikada. Məlum məsələdir ki, iqtisadi vəziyyət dəyişilir, müəyyən durum yaxşılaşır, yeni binalar tikilir, ucaldılır. Amma nədənsə bir sıra yeni binaları inşa edib ucaldan tikinti şirkətləri deməli qabaqcadan müqavilə bağlayıb podrat müqaviləsi hansı isə şəxslərə deməli mülkiyyətinə mənzil vermək öhdələrinə götürürlər. Amma sonradan nədənsə deməli bu öhdəliklərini təmin eləmirlər. Yəni ki, madam sən obyekti verirsənsə konkret şəxsin mülkiyyətinə, amma onun üzərində hüququ da ötürməlisən. Hüququn verilməsi isə çıxarışın verilməsi ilə deməli əsaslandırılır, təsdiq olunur. Lakin nədənsə bu tikinti şirkətlərinin mülkiyyətçiləri deməli dediyiniz kimi məhz regionlarda bu problemləri yaradırlar. Bu problemlərin həlli istiqamətində prezidentin fərmanı qəbul edilmişdir və müvafiq fərmanda da təbii ki elan edilmişdir ki, bütün deməli bu kimi tikinti şirkətləri öhdələrini götürdükləri vəzifələri axırı kimi deməli yerinə yetirməlidirlər. Deməli bir məsələ də var. Ən böyük problem ondan ibarətdir ki, bir sıra ümumiyyətlə tikinti şirkətləri təlim-təslim aktı imzalamadan binalara deməli yeni şəxslərə deməli cəlb eləyir, onlarla müqavilə bağlayır öz başına formada. Maraqları təbii ki gəlir əldə etməkdən ibarətdir. Lakin təbii ki bizim qanunvericilikdə kifayət qədər yaxşı normalar var, hansıları ki tətbiq eləmək lazımdır. Yəni tətbiq mexanizmi başqadır, normanın mövcudluğu isə başqa bir şeydir. Yəni normalar bizdə var. Amma işləmə mexanizmində problem yaradırlar. Tətbiq mexanizmində problemlər mövcud olur bizdə cəmiyyətdə. Tamam, güc gəlir. Bəli. İşləmə mexanizmində bu problemlər yaranır. Azad müəllimin sözünün qüvvəsi çox maraqlıdır. Məsələn, əvvəllər bir zavodu, fabriki 4-5 qat yoxlayırdılar, Sovetdən narazı qalırdıq. Bugün bir bina tikiləndən sonra insanlar yaşayır, deyir qazımız yoxdur. Niyə? Deyir
fövqəladə gəlib baxmalıdır, filan kəs gəlib baxmalıdır. Ay balam, bunun əvvəlcədən müqaviləsi olsun, əvvəlcədən razılığı olsun və sonunda bunu uzatmasınlar. İllər keçir ki, vətəndaş orada yaşayır, hələ bu evini satmaq fikri var, başqa bir fikri var, sənəd ala bilmir. Yəni, özəlləşdirmə haqqında sənəd götürə bilmir. Neçə təşkilat gəlib bunu yoxlamalıdır? Bu düzgün deyil. Təbii bizim qanunvericilikdə son vaxtlar 2017-ci ilin yəni dekabrında dəyişikliklər edildi mülki məcəllədə. O ümumiyyətlə mən şəxsən özüm bunu çox alqışladım, çox sevindim belə dəyişikliklərə. Bilirsiniz niyə? Bu sahədə çox dələduzluqlar yayılmışdı. Yəni mülkiyyətçi olmayan şəxs eyni vaxtda bir deyil, 5, 6 və ya daha artıq sayda şəxslərə deməli satırdı mənzilləri. Amma burada mənzilin satılmasından söhbət getmirdi. Yadda saxlamaq lazımdır ki, ümumiyyətlə şəxslərə belə izah eləmək lazımdır ki, əgər çıxarış varsa, deməli o mənzili sən mülkiyyəti alırsan. Yox, çıxarışı yoxdursa, burada daşınmaz əmlak üzərindəki pay hüququnun özgəninkiləşdirilməsindən söhbət gedir ki, mülki məcəllə 144-1 maddəsi əlavə edildi. Yəni ki, orada bütün bu məsələlər nəzərdə tutulmuşdur. Məhəbbət xanım, regionlarda icra hakimiyyətləri tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi üçün istismara qəbul aktının vətəndaşlara verilməməsi vəzifəsindən layiqincə yerinə yetirməmələri barədə və bu işdə süründürməçiliyə yol verdikləri, get-gələ salmaları barədə nə deyə bilərsiniz? Ümumiyyətlə, Mehriban xanım, Azad müəllim qeyd elədiyi kimi, o qədər gözəl qanunlarımız var. Düzdür, mülki hüquqda çox böyük boşluqlar var, tez-tez dəyişdirilir. Hətta Azad müəllimlə biz kafedrada bunu diskussiya edəndə narazılıqlarımızı özümüz bildiririk. Amma bütün onları müdafiə üçün bütün qanunverici aktlar Azərbaycanda var. Siz dediyiniz kimi, yerli məmurlar bu işlərə çox da laqeyd yanaşırlar. Bəzən də tanışlıqla, kimin vasitəsilə bu məsələlərə diqqət yetirirlər. Əslində vətəndaşların hüquqi biliyi zəifdir. Belə olan halda heç kəslə mübahisəyə qalxmaq lazım deyil. Hər bir kəs hüquqşünas ola bilməz. Hər bir kəs bunu bilə bilməz. Bəzən də belə olur Mehriban xanım. Əlində heç bir sənədi yoxdur. Gəlir həftələrlə icranın qabağında oturur ki, bu mənzili özəlləşdir, ver mənə. Baxı, sən bir sənəd gətirməmsən əlində, vaxtında bu sənədi almamısan və sənəd olmayandan sonra icra sənə nə kömək elə bilir? Onda icra hakimiyyəti bunun yönəldəndə ki, get məhkəmə qaydasında elə, vətəndaş onda narazı qalır. Əslində narazı qalmamalıdır. Vaxtında almadığın o sənədi sənə icra verə bilməz. Azad müəllim, vaxtı ilə alıb, kimdənsə də alıbdır. Amma bilməlidir ki, bunun üçün gərək icranın orderi olaydı, razılaşması olaydı, əlində bir sənəd olaydı. Necə alıb bəs? Hansı yolla alıb? Hansı yolla aldığını biz hər birimiz bilirik. Deməli, vətəndaşın burada günahı yoxdur. Yox, vətəndaşın da günahı var. Bir şeyi alarkən, buna pul ödəyərkən bilməlidir ki, əlində hər hansı bir sənəd olmalıdır. Sənədsiz alınmır axı mülkiyyət. Yox, mülkiyyət almır da. Orderlə mi satıblar, nə bilim, hər hansı bir müqavilə ilə. Torpaqlar var, müqavilə iləndir. Gəlir ki, gedək bu notariusa sənə satım. Belə şeylər olmur. Problem ondan ibarətdir ki, Məhəbbət xanım ümumiyyətlə problemli bir məqama toxundu. Söhbət ondan gedir, kim hansı sənədi verir. Müraciət eləyir adi şəxs, podrat müqaviləsi bağlayır, tutaq ki, tikinti şirkəti ilə, bu sifarişçi olur, adi deməli tikinti şirkəti də podratçı, yəni işi icra eləyən. Amma tikinti şirkəti binanı inşa edib ucaldır, müqavilə bağlayır fərdi şəkildə, özü də hətta mən sənədlər görmüşəm ki, çıxarış formasında özlərindən müstəqil şəkildə sənədlər verirlər. Amma onun heç bir qanuni əsası yoxdur elə bir sənəd verməyə. Yalnız vahid dövlət reyestri xidməti var bizim respublikada, yəni bir sıra dünya dövlətlərində olduğu kimi, həmin o dövlət reyestri xidmətinin verdiyi çıxarış yalnız əsaslı qanuni sayılır. Əsmər xanım, mülki hüquqlarının qorunması sahəsində qanunvericiliyin yenidən işlənməsi və təkmilləşdirilməsi ilə bağlı yeni qanun edilməsinə ehtiyac varmı? Çox təşəkkür edirəm. Bəli, xırda təkmilləşdirilməyə ehtiyac vardır. Ümumi qanunvericiliyimiz normal qanun mexanizmi normal işləsə də bəzi xırda dəyişikliklərə ehtiyac vardır. Mənzil toxunulmazlığı ilə ümumiyyətlə ən ali qanun konstitusiya hesab olunur. O cümlədən də mülkiyyətin qorunması. Mülkiyyət hüququ konstitusiyamızın 29-cu maddəsində təsbit olunmuşdur və hər kəsin mülkiyyət hüququ qorunur. Üç növü vardır dediyimiz kimi, özəl mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti. Özəl mülkiyyətlər də Azərbaycan Respublikasının hər bir vətəndaşının mülkiyyəti toxunulmazdır. Heç kim başqasının icazəsi olmadan
mülkiyyətə daxil olmaq, daşınar və daşınmaz əmlakına əlindən almaq, istifadə etmək hüququ yoxdur. Özünün, vətəndaşın özünün sərəncam vermək, istifadə eləmək hüququ vardır. Hüququ yoxdur deyirik, amma lazım gəldikdə qanunsuz mənimsəyirlər. Qanunsuz mənimsəmələri əlbəttə ki, çıxmaq şərti ilə tək konstitusiya aktı ilə təsbit olunmur. Burada cinayət məcəlləsi ilə, inzibati xətalar məcəlləsi ilə də təsbit olunur. Biz qanun uyğunsuzluqları çıxmaq şərti ilə deyirik ki, məsələn, şəxsin, bayaq Məhəbbət xanım da vurğuladı, özünün mülkiyyətidir. Dediyimiz kimi, içəridə kiminsə dünyasının dəyişdiyini hiss edirik, yad bir mənzildir. Ora hal şahidlərinin yalnız iştirakı ilə daxil olub, məhkəmə qərarı ilə hal şahidlərinin iştirakı ilə daxil olub, ola bilinir həmin mənzilə. Hiss və düşüncələrin, incə zövq və nəfis duyğuların kəsişdiyi Hollywood Şadlıq Sarayının rəhbərliyinə bizə təşkilatı dəstək olduğu üçün təşəkkürümü bildirirəm. Mənzil hüququ toxunulmazdır. İxtiyarı yoxdur ki, heç kəsin ixtiyarı yoxdur ki, başqasının mənzilinə onun icazəsi olmadan daxil olsun. Belə bir hal tək Azərbaycanda yox, deyək, yaxın qardaş Türkiyədə çox nüfuzlu bir otelin ətrafında kiçik bir sahibsiz bir ev. Hətta praktikada da belə bir şey görmüşdüm. Soruşanda ki, ümumiyyətlə başqa dövlətlərə gedəndə qanunlarla daha yaxından maraqlanırıq. Nəyə görə hər şey burada təmirli, çox nüfuzlu otel, amma ətrafında bu cür təmirsiz və bağlı qapı arxasında qalan kiçik bir həyat olan ev var. Onda cavab verdilər ki, bu sahibi olan bir insandır. Sadəcə özünün bunu təmir edib yaşamağa imkanı yoxdur və dövlətin də ixtiyarı yoxdur ki, onun özü istəmədən o mülkünə sahibilik etsin. Hətta belə bir şey də dedi ki, kim olsa onun nəslindən oğlumu, nəvəsimi, qızımı, kimsə gələcəkdə maddi imkana sahib olan birisinə hədiyyə ediləcək və o özü istəsə, təmir edib istifadə edəcək. Məhəbbət xanım, məhkəmələr konstitusiya ilə təsbit edilmiş vətəndaşların mülkiyyət hüquqlarının toxunulmazlığı ilə bağlı qanunvericiliyin tələblərinin pozulması barədə nə deyə bilərsiniz? Açıq-aşkar müdafiə etməkdən imtina edirlərsə, bunun qanunla bağlı çıxış yolunu necə əldə etmək lazımdır? Pozulmuş mülkiyyət hüquqlarının bərpası ilə bağlı məhkəmələr nə edir? Təşəkkür edirəm Mehriban xanım. Mən deyərdim ki, bu günə qədər olanlarda təbii ki, hakimlər çox subyektivliyə yol verirdilər. İnanın səmimiyyətimə ki, artıq son bir ildə hakimlər vətəndaşların, hüquqi şəxslərin mülkiyyəti ilə bağlı ümumiyyətlə hakimlərimizin iş rejimində çox ciddi dəyişikliklər olub. Mən eyni zamanda vəkil olduğum üçün, hakimlərlə tez-tez görüşdüyüm üçün bunun şahidi oluram. Heç bir halda dövlət əhəmiyyətli məsələlərdən başqa, heç bir halda vətəndaşın şəxsi mülkiyyətinin qiymətləndirilməsidir, ev mi verilməlidir, pul mu ödənilməlidir, başqa bir hər hansı bir əşya, daşınmaz əşya ilə mi qiymətləndirilməlidir, hakimlər bütün hallarda buna diqqətli olurlar. Bugün hakimlərimiz haqqında çox ürək dolusu, sevinclə deyə bilərəm ki, varlıqlarınla çalışırlar ki, bizim hüquqlarımız pozulmasın. Yəni, adi vətəndaşların mülkiyyətində olan heç bir daşınmaz əşya toxunulmasın və o qanuni yolundan öz həllini tapsın. Amma vətəndaşlar tərəfdən də etiraf edək ki, narazılıqlar olanları çox. Sözsüz. Məsələn, Mehriban xanım, niyə narazı olmasın? Vətəndaşa deyir ki, mən buranı alıram və burada sənə öz kvadratından da artıq bir 5-10 kvadrat artıq verəcəm, bir də onu təmir elətdirəcəm. Həmin müddətdə də onların yaşamasını təmin edir o tikinti podaratçı. Amma vətəndaş yenə də narazı olur ki, yox, mənim oğlum evlənib, ona ayrı ev ver, mənə ayrı ev ver. Bu doğru deyil. Sənin yaşadığın mənzilin sahəsi nə qədərdirsə, ölçürlər, ondan artıqlamasından verirlər. Həm də gözəl təmir eləyirlər. Özünü də təmir və mənzil əldə eləyənə qədər səni yaşayış yerinə təmin edirlər. Vətəndaşlarımız bəzən haqlı, bəzən haqsız narazılıqlarını bildirirlər. Doğrudur.
Mənim şəxsi mülkiyyətimdə satmıram. Mən nə qiymət deyirəm? Haqlı tərəfindən danışalım. Haqlı tərəfi onu demək istəyirəm ki, Mehriban xanım, bugün hakimlərimizin işindən olduqca mən məmnunam, Azad müəllim də bilir. Artıq hakimlər hər bir işə o qədər diqqətli yanaşırlar. Görünür, dövlət rəhbərimiz onlara xüsusi qayğı göstərdi, əmək haqqıları artırıldı, onların pensiyaları çox yüksək səviyyədədir. Görünür, bu baxımdan da artıq azdan çoxdan subyektivlik olurdusa, onlar da aradan qaldırılmışdır. İndi keçək haqsız tərəfinə. Haqsız tərəflər də olur bəzən. Məsələn, iki vətəndaşdır. İkisi də bu mənzili alıb, birincisi alıb, ikincisi alıb, üçüncüsü alıb. Bayaq Azad müəllim bu məsələyə toxundu. Yeni tikilən hündür mərtəbədir. Bunu heç cür sübuta yetirə bilmir. Bax, bu da gətirir əlində bir kağız ki, mən falan tarixdə almışam. Bu da gətirir. Axı, bunun kitabı bugün tikinti şirkətlərində elə bir sənəd yoxdur ki, tikilib qutarmayana qədər ki, o hakim onu müəyyən eləyə bilsin ki, bu birinci alıb, bu ikinci, bu üçüncü. Aylar keçib arasından Azad müəllim hərəsini bir dəfə satıb bu binanı. Ondadır ki, üzr istəyirəm, yəni birinci faktiki olaraq hüquq kimdə yaranıbsa, məhkəmələr məhz onun hüququnu müdafiə eləməyə müdafiə eləmək üçün də Azad müəllim aydınlaşdıra bilmirlər. Üçünün də əlində eyni vicdanlılıq məsələsi var. Hansı ki, mülki qanunvericilikdə məsəl üçün nəzərdə tutulub o termin. O, ümumiyyətlə, kökü çox qədimdir. Bona fides, yəni Latın dilindən gəlir, klassik Roma hüququndan gələn. Bu, ümumiyyətlə, bütün dünya dövlətlərinin qanunvericiliyinə istifadə olunan bir termindir. Yəni, söhbət ondan gedir ki, alıcının faktiki olaraq hər hansı bir obyekt üzərində mülkiyyət hüququnu əldə etdiyi vaxtı onun həqiqətən deməli ona məxsus olub olacağı barədə dəqiq əmin olmasıdır. Yəni ki, şübhəsiz. Amma tutaq ki, kimsə bilir ki, bu daha ucuz qiymətə satırsa satıcı ona, amma orada başqa problemlər var. Yəni başqasına satılıb ondan qabaq. Problemləri alıcı nə etməlidir ki, hansı addımlara atmalıdır ki, allanmasın? Dediyim kimi, əgər daşınmaz əşya üzərində mülkiyyət hüququ əldə edilirsə, ümumiyyətlə şəxslər, mən belə deyək də, fiziki şəxs deyəcəm, vətəndaş deməyəcəm. Niyə? Çünki bizim qanunvericiliyə görə fiziki şəxs terminindən burada söhbət gedir. Bir var mənzil, bir də var torpaq sahəsi üzərində tikilmiş hər hansı bir yaşayış sahəsi, fərqli obyektlərdir. Mənzildən söhbət gedirsə, mənzil üzərində mülkiyyət hüququnu əldə etmək istəyirsə, nə badə tikinti şirkəti ilə müqavilə bağlayıb, bəli, ondan alınmış çıxarışı üzrə özündə mülkiyyət hüququna əldə edilməsinə ehtiva etməməlidir. Yəni ki, faktiki olaraq yalnız dövlət reyestr xidmətindən çıxarış varsa, bu obyekt üzərində, yəni söhbət gedir, yenə də deyirəm, mənzil üzərində mülkiyyət hüququndan. Aydındır. Hətta belə bir problem yaranmışdır ki, mən praktikadan deyirəm, canlı məhkəmə işidir. Yəni ki, hansında ki, kömək göstərmişdi, yardım hüquqi xidmət göstərmişdi. Fərz eləyin ki, mənzil tikinti şirkətidir, müqavilə bağlayıb adında şəxs, deməli, bunlar nigaha girəcəklər, deməli, gələcək ər və gələcək arvad müqavilə bağlayıblar. Yəni, vəsaiti sərf eləyiblər, ikisi yarı-yarı qiyməti qoyublar. Sonradan gedib danışıq aparıb tutaq ki, o mübahisə yarananda artıq nigaha girirlər, evə alırlar, aralarında mübahisə yaranır. Bunlardan biri gedir, həmin şirkətə müraciət eləyir, necə isə danışırlar, gizli şəkildə arayışı dəyişdirirlər, arxivlərindən də silirlər, bir nəfərin adına verirlər. Mehriban xanım, Azad müəllimin sözünə qüvvət, mən nə demək istəyirəm, buradan vətəndaşlar bizə dinləyirlərsə, Bakı Dövlət Universitetinin hüquq fakültəsində hüquq klinikamız fəaliyyət göstərir. Azad müəllim düz deyir, biz heç birimiz, heç bir əmək haqqı müqabilində deyil. Bir gündə neçə dəfə kafedraya gəlirlər, Məhəbbət xanım axtarırlar, Şükür müəllimi, Azad müəllimi, dəfələrlə soruşurlar, nə istəyirsən, yox, Azad müəllim lazım. Niyə? Onun mənzil mübahisəsi var. Hansısa bir məsələ ilə bağlı biz həmin dəqiqə o yoldaşlara oradaca hüquq biliklərimizi hər cür onlara məlumat veririk, dəstək oluruq və bu Bakı Dövlət Universitetinin hüquq klinikası uzun müddət bu cür pulsuz vətəndaşlara xidmət göstərir. Nə gözəl, vətəndaşlar da bilsilər, məlumatlansılar. Əsmər xanım, mülkiyyət hüququnun pozuntularının aradan qaldırılması istiqamətində işləri vətəndaşlar məhkəmələrə və inzibati orqanlara müraciət etməklə həyata keçirirlər. Bununla bağlı hansı problemlər var? Sözsüz bayaq Azad müəllim də qeyd elədi ki, mütləq şəkildə dövlət orqanlarına müraciət edərək, heç kim öz başına, mən bunu bilirəm, qanunu bilirəm deyərək həll etmək olmaz. Dövlət orqanlarımız var, vəkil bürolarımız var. Mütləq şəkildə hüquq xidmətlərindən istifadə edərək qanunları düzgün şəkildə onlara aşılanmasını xidmət olunan hüquqi xidmətlərdən yararlanmaları lazımdır. Çünki öz başına
qanundan kənarda hətta Aristotel, Yunan filosofu Aristotelin bir sözü vardı. Qanundan kənar yaşayan adam dünyanın ən bədbəxti hesab olunur hüquq. Ümumiyyətlə, insanların subyektiv hüquq və qanunla qorunan mənafelərinin müdafiə forması Azərbaycanda iki cürdür. Birinci, tərəflər arasında mübahisə varsa mütləq məhkəməyə müraciət edir. İkinci, notarial və qeydiyyat şöbəsində. Mən çox istəyərdim ki, bax bu mənzillərlə bağlı sahibkara gəlib pulu ödəyəndə desin, qardaş, gedək notariusa, elə deyilmi Azad müəllim? Tərəflərin iradəsinin müstəqil ifadəsidir. Gedək müqavilə bağlayaq ki, mən sizə buna görə bu qədər pul ödədim. Nəyə görə? Bu 3 mənzili, mən 3 otaqlı mənzili aldığım üçün. Əslində biz elə eləmirik. Gedirik, danışırıq, 10.000 bəri başdan ödəyirik. Bəlkə inamdan gəlir. Hesab eləmirəm Azad müəllim. Belə inam olarmı? Böyük puldan söhbət gedir. 100 manat. O əvvəl idi ki, söz müqaviləsi var idi. Yəni o söz müqaviləsi yoxdur. Ümumiyyətlə o qanun qüvvəsini itirib. Əvvəl var idi. Söz müqaviləsi insanların şəxsiyyəti ilə bağlı olan bir şeydir və qanunvericilikdə də bu yoxdur. Bəli, Yusuf Peyğəmbər deyir, dünyada ən gözəl bar verən ağac səbirdir. Sonunda o qədər ləzzətli meyvələri olur ki, o meyvələri heç bir ağaclar yetişdirə bilmir. Biz çox dözümlü və səbirli bir xalqıyıq, amma yenə də hüquqlarımızı bilməyimiz çox fayda verir bizə. Amma hər Bilmək üçün də personal hüquqşünasdan mütləq şəkildə məsləhət almaq lazımdır. Biz təklif edirik. Bakı Dövlət Universiteti, Mülki Hüquq Kafedrasında çoxlu gənc alimlərimiz var. Vicdanlı və vətəndaşlara çox humanist yanaşan, heç bir maddi maraq güdmədən müraciət edə bilərlər. Bax, məhz bu prezidentin sərəncamından sonra baş verən anlaşılmazlıqlarla doğru. Amma həm hər vətəndaş da o səbirli vətəndaşı nəzərdə tuturam. O barlı ağacdan bəhrələnə bilmirlər. Təəssüflər olsun ki. Təbii ki, çox doğru deyirsiniz. Gündəlik həyatda baş verən problemlər elə eləyir ki, insanların əsəbləri tarma çəkilir və bizim o səbir ağacımız bəzən qırılır, tökülür, heç meyvə vermir. Gül açmamış, hamısı qırılır, tökülür və sonunda o qeyri-adi meyvəni biz görə bilmirik. Bu da bəzi səbirli vətəndaşların sonluğu. Sözü verirəm Azad Talıbova. Azərbaycan Konstitusiyasına görə mülkiyyət hüququ toxunulmazdır və qanunla qorunur. Mülkiyyətçinin razılığı olmadan onun əmlakına qiymət qoymaq nə dərəcədə qanuna uyğundur? Deməli, ümumiyyətlə, bütün dünya dövlətlərində mülkiyyət hüququnun toxunulmazlığı barədə müvafiq qanunvericilikdə kifayət qədər məzmunlu normalar var. O cümlədən bizim Azərbaycan da müstəqilliyə qədəm qoyduqdan sonra, yəni 90-cı illərin artıq demək olar ki, ortalarından etibarən bütün konstitusiyadan tutmuş mülki məcəlləyə kimi bütün deməli qanunvericilik bazasında müvafiq müddəalar öz əksini tapmışdı. Amma deməli mülkiyyət hüququnun toxunulmazlığı sizin Mehriban xanım o qoyduğunuz suala cavab kimi, yəni ki o faktiki olaraq obyektin nə dərəcədə qeyri-mülkiyyətçi tərəfindən qiymətləndirilməsi düzgündür sualına cavab müxtəlif mənada izah edilə bilər. Bilirsiniz, çox vaxt insanlar şuursuz yanaşırlar, yəni mülkiyyət hüququnun, ümumiyyətlə mülkiyyət hüququ ilə əlaqədar məfhuma fikirləşirlər ki, yəni mülkiyyət hüququ ümumiyyətlə hüdudsuz, heç bir limiti olmayan bir məfhumdur, anlamdır. Amma bir məsələ var. Bir məsələ var. Hətta mülkiyyətçinin, belə deyək, o mülkiyyət hüququnu barədə danışanda 3 əsas deməli səlahiyyətindən söhbət gedir. Sahibli, istifadə, sərəncam. Hətta o hüquqlarının belə müəyyən limiti qoyulmuşdur. Mülki qanunvericilikdə 152-ci maddənin 5-ci bəndində tutaq ki, limit qoyulub, orada qeyd edilib ki, sui-istifadəyə yol verilmir mülkiyyətçi tərəfindən. Yəni, hər hansı bir obyekt onun mülkiyyətində olsa belə, o üçüncü şəxslərin hüquqlarını pozmadan, yəni ki, sərəncam verməlidir. İndi bundan başqa, bəli, qonşularının hüquqlarını pozmadan. İndi qiymətləndirməyə də yanaşanda çox vaxtı mülkiyyətçilər belə fikirləşirlər ki, yəni, yalnız mənəm mülkiyyətçi, mən tələb elədiyim bazar qiymətlərinə uyğun qiymətlər, yəni ki, qoyula bilər, o ödənilə bilər. Əslində qalmış bu düzgün yanaşma deyil. Çünki, belə deyək, qanunvericilikdə müəyyən limitlər qoyulur və müvafiq ədalətli kompensasiyanın ödənilməsi. Amma təəssüflər olsun ki, bizdə əksinədir. Mülkiyyətçinin fikri ilə maraqlanan yoxdur, istənilən qiyməti qoyurlar, budur.
Razılaşsan da, razılaşmasan da. İndi bir Bunu şey sübuta var. yetirmək də çox çətindir Mehriban xanım. Adətən qiymətləndirməyə biz hamımız inanırıq və hesab edirik. Məhəbbət xanım, narazılıqlar çoxdur. Mən məhkəmə Təbii ki, praktikası narazılıq var. Gizlətməyin nə mənası? Sizdə Mən çünki məhkəmə bazar praktikasına qiymətləri ilə isnad olur. Ona edirəm. görə narazılıqlar olur. Məsəl üçün belə deyək də, həqiqətən canlı işlərə baxmışam. Məhkəmələr nəyi təmin eləyiblər? Məsələn, olub bir neçə iş, tutaq ki, iddiaçı olub, deyib niyə düzgün qiymətləndirməyiblər, məbləğ az ödənilib. Əsl qalmış mən olan işləri deyirəm. Bütün məhkəmələrdə sadəcə o hüququ tutaq ki, sizin dediyiniz kimi fərz eləyi narazı qalandır və ya hüququ müəyyən dərəcədə pozulan şəxsdirsə, fərz eləyi onun hüquqlarının pozulması ilə əlaqədar fikri açıqlanırsa, buna əlaqədar müəyyən problemlər yarana bilər. Amma canlı məhkəmədə mən görmüşəm ki, tutaq ki, 3 ekspertlə təmin olunub. Və hər ekspert, yəni hansılar ki, daşınmaz əmlakın satılması ilə əlaqədar, yəni bu sahədə çalışan şəxslərdir, mütəxəssislərdir, rəy veriblər ki, tutaq ki, Bakının bu rayonunda belə şəraitdə olan mənzilin dəyəri nə qədərdir? O 3 rəyi toplayıb, bölüblər, ümumi ortaq məxrəc müəyyən edilib. Mehriban xanım, Azad müəllim çox maraqlı bir məsələyə toxundu. Siz də dediniz ki, axı vətəndaşlar çox narazı qalırlar. Bilirsinizmi, mütəxəssisin rəyi məhkəmə üçün vacib şərtdir. Hakimlər deyirsiniz buna nə cür baxır? Hakim mütəxəssisin rəyinə baxmalıdır. Hakim bina tikən deyil, bu binanın qiymətini bilən deyil. Bunun yerləşdiyi inzibati ərazi bölgəsi var, təmiri var, onun ölçüsü var. Bu hamısı nəzərə alınır. Məsələn, vətəndaş bəzən deyir ki, mənim bu 24 kvadrat evimə 80.000 manat pul verilməlidir. Bəli. Məhkəmə göndərir mütəxəssisə. Mütəxəssisin rəyindən narazı olur ikinci ekspertə. Hətta Azad müəllim deyir, üçüncü ekspertdə oldu. Və bunlar toplanaraq bölünür. Vətəndaş özü öz mənzilinin qiymətini çox gözəl bilir. Məhəbbət xanım, icra hakimiyyəti orqanları tərəfindən vətəndaşa məxsus tikilinin şəhərin arxitekturasına xələl gətirir deyə sökülməsi nə dərəcədə qanuna uyğundur? Və yaxud qanunu tikilmiş tikinin mülkiyyətçinin razılığı olmadan şəhərin arxitekturasına uyğunlaşdırmağı tələb etmək nə qədər doğrudur? Təşəkkür edirəm Mehriban xanım. Yenə də icralarla məni üz-üzə qoydunuz. Mən həmişə məmurlara çox bostanlarına daş atıram. Amma bu dəfə elə bir yaralı yerə dəydiniz ki, mən onu deməməkdən çəkinməyəcəm. Buyurun. Təbii ki, siz dediyiniz qanunu binaların, qanunu evlərin tikintisinə heç bir icra məmurunun ixtiyarı yoxdur ki, onun qanunu şəxsi mülkiyyətində olan mənzilinə hansısa bir tikilim sökülsün arxitekturanın pozduğu üçün. Bəli. Əvvəla sual verərlər. Bu bina tikildiyi müddətdə, bu nə bilim balaca bir evcik qurmayıb, bir bina tikilibdir. Hara baxırdınız? Hara baxırdı? Səndən o da haçan olur? Bu icra məmuru gedir, başqası gələndə bu yeni qurallar qoyur. Bəli, bəli. Birinci məsələ bu. Əsla və əsla vətəndaşlar diqqətlə bizi dinləsinlər. Heç bir icra məmurunun ixtiyarı yoxdur. Sənin qanuni tikintini, arxitektura pozuldu deyə sizin binanızı gəlib söksünlər. Bəli, bəli, Başqa bir məsələ var Mehriban xanım. Mən elə bildim siz o sualı verəcəksiniz. Vətəndaş torpaq alır, Azad müəllim. Qanunu torpaq, alqı-satqı əlində çıxarılışı var. Mənzil tikmək istəyir orada. 2 maşın daş tökən kimi inanın ki, bələdiyyə, icra, polis, sanepidstansiya, axırda insan alveri. İnsan alveri gəlir. Mən başa düşə bilmirəm. Mənim şəxsi mülkiyyətimi niyə almışam? Torpağın üstündə evcik quracağam. Mən burada mənzil tikmək üçün almışam da. Bir də var ki, mən bələdiyyədən müqavilə bağlayıb. Neçə illik, 99 il, 50 il, 40 il, baxır mənim keyfimə. Torpaq almışam, amma istifadə etməliyəm. Mən orada ev tikə bilmərəm. Elə deyil mi Azad müəllim? Amma mənim çıxarılışı olan torpağımda ev tikmək istəyirəmsə, 50 yerdən üstümüzə hücuma gəlirlər. Mən buradan üzümü tutub deyirəm, ay bizim icra məmurları, sizin belə bir səlahiyyətiniz hardandır? Mən sizə memarlıq sənədimi imzalatmışam və həmin o memarın çəkdiyi binanı gətirib sizə təqdim eləmişəm ki, burada belə bir mənzil tikirəm. Siz də baxırsınız ki, mən heç bir yaşayış massivini pozmuram, heç bir məişət cihazlarına, nə bilim, telefona, toka, qaza ziyan vurmuram və buna görə də mən nəyə görə icazə almalıyım? Bizdə, məsələn, son vaxtlar, deməli, artıq 6 ildir tətbiq edilir şəhər salma tikinti məcəlləsi var. Deməli, həmin məcəllədə qeyd edilmişdir ki, deməli, hündürlüyü 12 metrdən hündür olan binaların tikilməsi, yəni yaşayış evlərinin tikilməsi faktiki olaraq deməli qadağa edilir. Yəni
qərarsızdır da, belə deyək. Xüsusi fərdi məqsədlə, yəni mənzil, əgər yaşayış sahəsi daha doğrusu tikilirsə, konkret fərdi şəxslər, yəni qeyri-ictimai məqsəd üçün bina deyil, bu konkret şəxs üçün 12 metrdən hündür olursa, bu artıq həmin o normaların pozulmasına gətirib çıxarır. Və bunu təbii ki, dediyiniz qaydada icra hakimiyyəti orqanları, digər instansiyalar müvafiq qadağa qoya bilərlər. Amma bir məsələ də var. Qanunu biz tabeyik, amma öz hüquqlarımızı da yaxşı bilməliyik. Fərz eləyik ki, kimsə bu torpağı alıb tikintiyə başlayıb, tutaq ki, daha öncə, yəni ki, 2013-dən qabaq, tutaq ki, 2011-də, onda o norma qüvvədə olmayan vaxtda tikilibsə, ucaldılıbsa, həmin artıq ölçüdən hündür olubsa 15 metr, məsəl üçün 12 yox, onda bu qanun pozuntusu sayılmır. Başa düşdünüz? Yəni ki, o nöqteyi nəzərdən biz hüququmuzu bilməliyik. Faciəsi odur ki, heç 12 mərtəbəyə getməyək. Mən 6 sot torpaq almışam, şəxsi mülkiyyətimdir, çıxarılışım var. Orada bircə mərtəbəli ev tikmək istəyirəm. İnanın ki, daşdan qabaq icranın məmuru gəlir, orada oturur ki, sənin məktubun varmı? Sual ola bilər, Azad müəllim, biz orada nə məktub almaqlayıq ki? Sual ümumiyyətlə ilk öncə yoxlanılmalıdır ki, fərz eləyək ki, sizin həmin bu torpaq sahəsi xüsusi mülkiyyətinizdə ya yox, birinci məsəl üçün sual verilə bilər. Çünki ev tikmək fikrin varsa, ilk öncə əmin olmalısan ki, bu torpaq üzərində mülkiyyət hüququn var ya yox. Hətta bir misal, sonra məsələn, şəhərsalma idarəsindən birbaşa və arxitektura idarəsindən müvafiq icazə alınmalıdır. Bu da inzibati bir aktdır, yəni ki, ona əlavə olaraq, yəni bunlar hamısı bir yerdə olmalıdır ki, birbaşa ondan sonra sən tikintini həyata keçirəsən. Azad müəllim, icra məmurunun ora gəlib hansısa arayışın varmı? Təbii ki, o çıxarılışımız var və rəsmi dövlətin memarlarından çəkiliş layihəmiz var. Bəs icra məmurlarının işçiləri gəlib bizdən nə istəyə bilərlər? Hansı sənət istəyə bilərlər? Məhəbbət xanım. Bir sənət tələb eləməyə haqları yoxdur. Məhəbbət xanım, yeri gəlmişkən bir məqama toxunmaq istərdim. Vətəndaşın bir mərtəbəli xüsusi mülkiyyətində mövcud olan qeyri-yaşayış sahəsinin olmaqla yanaşı, şəhərin görünüşünün gözəlləşməsi üçün Qazax şəhər icra hakimiyyəti tərəfindən mövcud olan qeyri-yaşayış sahəsinin ikinci mərtəbəsinin tikintisinə təklif almışdı. Torpağın və birinci mərtəbənin çıxarışı var. Layihə qəbul haqqı təsdiqlənib. Burada əmma nədir? Vətəndaş icra hakimiyyəti tərəfindən təklif alıb, bina tikilib, istismara akt verilmir. Səbəb, budur səbəbi. Bugün Qazax icra hakimiyyətinin müavini Tahir Musayev etiraf edir ki, bəli, səhvsiz insan ola bilməz. Vaxtında yazılı sərəncam verməyi unutmuşuq. Bugün də istismara akt verə bilmirik. Hansısa məmurun biganə yanaşmasında vətəndaşın əziyyət çəkməyi nə qədər doğrudur? Mehriban xanım, bunun həlli yolu nədir? Həlli yolu yalnız məhkəmə, Azad müəllim bizi təsdiqləyə bilər. Çünki artıq o vaxt keçdi. Oradakı qeydə alınmalıydı Azad müəllim. Məlum məsələdir ki, məhkəmədir. Məhkəmə qaydasında. Amma niyə məmurun səhvini, əziyyətini buraxdığı səhvi onda vətəndaş belə eləsin. Mehriban xanım, vətəndaş nə eləsin? Bu məhkəmə qaydasında icazəsini təsdiqlətsin, dalınla məmurun ona vurduğu mənəvi ziyan üçün məhkəmədə iddia qaldırsın. Və bununla da onun əsəbləri sakitləşsin. Qaldı bir məsələ idi, orada bir nazik toxundunuz ki, icra rəhbərliyi deyir ki, ikinci mərtəbə tikilsin. Bəzən şəhərin gözəl görünməsi üçün bunu vətəndaşı təklif eləyirlər. Amma məcbur edə bilməzlər. Mənim maddi durumum yoxdursa, Azad müəllim, gedib oğurluq edib ikinci mərtəbə tikə bilmərəm ha. Amma oradakı bir panorama pozulur, bir mərkəz pozulursa, siz təklif olunur ki, bunun yuxarısını düzəldin, yaxşılaşdırma işləri aparın üzərində. Bəli, vətəndaş da qəbul edir, pis eləmir ki. Gözəl, çox gözəl eləyir, amma cavabında nə olur? Cavabında vətəndaş incidilir. Yox, vətəndaşın doğrudur. Vətəndaşın mənəvi dəymiş ziyan üçün iddia qaldırmaq hüququ var, amma vətəndaşın üzərinə bir balaca iş düşür. Vaxtında o sənətin dalından gedib onları tələb edə bilərdi. Hətta üzr istəyirəm, bir şey əlavə edeyim. Bizim mülki məcəllədə yaxşı norma var. Ümumiyyətlə belə deyək,
icra hakimiyyəti orqanının məmurunun hərəkət və ya hərəkətsizliyindən delikt barədə iddia vermək olar. Burada delikt törədilib, yəni ki, ziyan vurulub şəxsə. Maddi ziyanı da, Məhəbbət xanım mənəvi ziyanı toxundu, maddi ziyanı da, həmçinin mənəvi ziyanın da deməli kompensasiyasını tələb edə bilər. Məhz həmin o dediyim kimi məmurun hərəkətindən, yəni bunu bilməlidir o şəxslər. Bir var hüququnun bərpa edilməsi əvvəlki vəziyyətin, tutaq ki, unudublar, sərəncam verməyiblər, məhkəməyə müraciət edir, məhkəmə müəyyən, tutaq ki, qərar qəbul edir, bunun hüquqları həyata keçirilir. Amma bu neçə müddət qalıb boş, fərz eləyir, tikinti başa çatmayıb, yəni bununla əlaqədar o icra məmuruna hərəkətindən də şikayət verə bilər və kompensasiya. Çox sağ olun maraqlı söhbətləriniz üçün. Təəssüflər olsun ki, biz ayrılan vaxt sona çatdı. Sonda sözü verək ruhumuzu riqqətə gətirən musiqiyə. Növbəti mahnınız nə olacaqdır? Növbəti mahnım istərdim, elə xanımlarımıza aid olan qadın mahnısı bəstəsi özümə aiddir, sözləri Sayman Aruza məxsusdur. Mülkiyyət toxunulmazlığı vətəndaşların şəxsi işlərinə özbaşına müdaxilənin yol verilməsinin, mülki hüququnun maneəsiz həyata keçirilməsi, mülkiyyət hüququnun bütün formalarının bərabərliyi və sair prinsipləri təsbit etməklə Konstitusiya mülkiyyət hüququnun müdafiəsinin dövlətimizin ən mühüm vəzifələrindən biri hesab edilir. Sahibkarlar öz mülkiyyətinin toxunulmazlığında əmin olmalıdırlar. Bizi ayrılan vaxt sona çatdı. Sağ olun, gələn görüşlərə dək. Heç bir sənlə bilmir. Bu dağ, bu bayraq, bu torpaq sənsiz vətən ola bilmir. Ünvanımı Qəzəllerindən salmışam. De hansıdır sənin
hansı tində qalmışam. Kimsə bağırırsa yoxdur cəhənnəmin ortasından. Cənnətdə buğda kimiyəm. Qopar məni, gedək buradan, gedək buradan. Könlümü şad edən qadın, mənə nəfəs verən qadın, sevgimi ram edən qadın. Apar məni, gedək buradan, apar məni, gedək buradan. Apar məni, gedək buradan.